Salam, diqqət mərkəzinə baxırsınız. Bu gecə bütöv bir sivilizasiya ölə və bir daha geri qayıtmaya bilər. Dünyanın uzun və mürəkkəb tarixinin ən vacib anlarından biri sona çatacaq. Bu, Donald Trump'ın İranın ünvanına ən son hədəsidir. Bu gecə Bakı vaxtı ilə saat 4-də Birləşmiş Ştatların İrana verdiyi son ultimatumun vaxtı bitir. Və Birləşmiş Ştatlar İrana indiyə qədər görünməmiş dərəcədə güclü bir zərbənin endiriləcəyini bəyan edir. Hələlik isə İranın dəmir yolları və Harkadası bir neçə saat əvvəl vurulub. İran bu ultimatumu saya salmadan dünya iqtisadiyyatının şah darmarı olan Hörmüz boğazında artıq tamağalıq edir. Dost bildiyi ölkələrin gəmilərini problemsiz buraxır, neytral dövlətlərdən pul alır, özünə düşmən hesab etdiyi ölkələrin gəmilərini isə buraxmır. Ölkələr və şirkətlər bir-bir İranla dil tapmağa çalışırlar. İndi görək Trump'ın epik qəzəbinin və ultimatumundan ardı gələcək, yoxsa yox. Proqramımızda bunu müzakirə edəcəyik və studiyamıza dəvət etdiyimiz qonaqları sizə təqdim edirəm. Millət vəkili Azər Allahverənov, təhlükəsizlik üzrə ekspert İlham İsmail, siyasi şərhçi Nicat Hacıyev və beynəlxalq idarəetmə üzrə tədqiqatçı Əhməd Əlili. Axşamınız xeyir, hörmətli qonaqlar, studiyamıza xoş gəlmişsiniz. Azər, mən sizdən başlayaq. Çox belə gərgin, dünya bir gərgin pauzada dayanıb və bu gecə nəyin baş verəcəyini gözləyir. Sizin fikrinizcə Trump öz hədəsini yerinə yetirəcəkmi və bu hədə əslində nədən ibarətdir? Murad, mən nəzərə alsaq ki, hədəsinin yerinə yetirilməsi vaxtı bir neçə dəfə ertələnibdir və bu sonuncu, deyək, 48 saat uzatma, ultimatum vaxtının artırılması müşahidə olundu və bu da nəticə etibarının deməyə əsas verir ki, indən belə hansısa bir vaxtın uzadılması böyük ehtimalın olmayacaqdır. Çünki bir neçə dəfə vaxtın ertələnməsi istər-istəməz elə ABŞ-ın özündə də Trump'ın bu tip davranışı ilə bağlı müəyyən bir narazı fikirlərin formalaşmasına gətirib çıxardır. Hətta Trump'a yaxın olan müəyyən siyasi dairələrdə də açıq-aşkar artıq Trump'ı bəlkə də ola bilsin daha sərt addımlardan və ya bəyanatlardan çəkinməyə sövq edəcək çağırışları da biz eşidirik. Amma Trump üçün təbii ki, tək Trump üçün yox, yəni ki, bütövlükdə bölgə üçün həll edici vaxt sabah, yəni bizim Bakı vaxtı ilə səhər saat 4-dür və 4-də nə baş verə bilər? Yəni, əgər belə bir sual qoymuş olsaq ki, mən düşünürəm ki, böyük ehtimalla deyə bilərəm, indi edilən raket hücumlarının miqyası bir qədər də böyüyəcəkdir. Xarakter dəyişməkdədir, yəni vurulan obyektlərin artıq biz əgər zamanında Trump, ABŞ və İsrail tərəfindən hansısa bir kritik infrastrukturun vurulmadığını görürdük. Xüsusilə də, misal üçün, Xarkadasında faktiki olaraq neft-qaz infrastrukturunun vurulmadığını da biz müşahidə etdik. Amma nəticə etibarilə sonraki mərhələdə də kritik infrastruktur da həm İran ərazisində ABŞ-ın, İsrailin raketlərinin hücumlarına məruz qaldığını gördük. Həm də yeri gəlmişkən ABŞ və İsrailə yaxın, yəni ən azından deyək, bu kampaniyada İran tərəfindən çıxış etməyən dövlətlərin, qonşu dövlətlərin, ərəb ölkələri, misal üçün Səudiyyə Ərəbistanının bugün neft-kimya sənayesi obyektlərinin belə kütləvi raket hücumlarına məruz qaldığını da gördük. Bu artıq ondan xəbər verir ki, o qırmızı xəttlər ki var idi, hansı ki zamanında bir həftə, 2 həftə, 3 həftə bundan qabaq mövcuddur. Artıq bu qırmızı xəttlər yoxdur. Artıq, misal üçün, hərbi universitetlər və ya nüvə laboratoriyalarında eksperiment aparan hansısa ali təhsil müəssisələri belə raketlərin hücumlarına məruz qalır. Yəni, bunu göstərir ki, artıq qırmızı xəttlər götürülübdür. Ehtimal olunur ki, saat 4-dən sonra əgər hər hansı bir o diplomatik müstəvidə, o kənar üçüncü tərəflərin iştirakı ilə, vasitəçilərin iştirakı ilə hər hansı bir müsbət mesajlar çatdırılmayacaqsa, böyük ehtimalla biz vurulan, yəni edilən atəşlərin miqyasının böyüdüyünü görəcəyik. İlham, mənim sizin fikriniz, Trump'ın epik qəzəbinin pik nöqtəsi nə ola bilər və olacaqmı? Murat bəy, bilirsiniz ki, bir neçə dəfə X saatı müəyyənləşdirilmişdi, Azər müəllimin dediyi kimi, amma zaman-zaman üstündən keçilmişdi. İndi isə o X saatının konkret vaxtı da məlumdur və necə deyirlər, saatlar qalıbdır.
İran isə bu necə deyirlər, Amerika Birləşmiş Ştatlarının irəli sürdüyü tək razılaşmaya, danışıqlara getmir. Yəni atəşkəsə getmir, öz tələbləri var. Təbii ki, deməli o tələbləri də Amerika qəbul etmir. Fikirləşək ki, doğrudan da İrana böyük bir zərbələr, hətta sivilizasiyasının sonu gələcək nədən qəbul edir? Niyə razılaşmır? Görünür, mən hesab edirəm ki, bu məsələdə İran təkcə İran siyasəti deyil, İrana dəstək verənlərin də siyasəti var. Ölkədə siz bilirsiniz ki, danışıqların əsas vasitəçisi Pakistandır. Pakistanla Çinin normal münasibətləri var, yaxın münasibətləri var. Mən belə başa düşürəm ki, Çin əgər təzyiq göstərə bilsəydi Pakistan vasitəsilə İrana, bəlkə də İran bundan razılaşardı. Deməli, İran bu mənada müəyyən mənada tək deyil, hətta burada Rusiyanın da Çin qədər olmasa da müəyyən təsirləri var. Bütün bunlar proseslərdən sonra fikirləşək ki, tutaq ki, həqiqətən də belə də ki, Azər müəllim dediyi kimi, raketlərin sayı çoxaldı, vuruldu. Amma burada çox belə də ki, kritik nöqtələr vardı. Siz qeyd elədiniz ki, Xark adası vuruldu. Xark adasında o qədər belə deyək də ki, ciddi şəkildə infrastruktur var ki, onu belə də ki, raket zərbəsi ilə dağıtmaq mümkün deyil. Baxmayaraq ki, ada özü cəmi 20 kvadrat kilometrdir, amma oradakı infrastrukturlar həm hərbi infrastruktur var, həm də neft emalı var, həm də neft emalının ixracı məsələləri var. Onda kifayət dərəcədə gərək Xark adasından çox ciddi zərbələr vurulur. Baxmayaraq ki, Trump çox son sözündən biri də bu olmuş ki, mən istərdim ki, İran neftini ələ keçirim və biz burada o nefti birlikdə sataq, belə də ki, zəngin olaq, varlanaq. Amma görünür, burada Trump'ın dediyi bir sözü də xüsusi olaraq İran da nəzərə alır, bəlkə də yenə deyirəm, onun tərəfdaşları da. Hansı sözdür? Trump dedi ki, Amerika xalqı istəyir ki, biz geri dönək. Trump dedi ki, mən istəyirəm ki, əskərlər evinə qayıtsın. Görünür, belə bir perspektiv gözlənilir. Yəni ki, nə siyasi istəyinə çata bildi, yəni ki, rejim dəyişmədi bu 39 gün ərzində. Hörmüz boğazı açılmadı. Ən əsası isə uranın zənginləşməsi məsələsi, nə uranın zənginləşməsi ilə və atom bombasının istehsalından imtina haqqında öhdəlik götürmədi. Ən əsas bu üç şərtin üçü də yerinə yetirilmədiyi üçün sadəcə olaraq böyük zərbələr endirib geri çəkilir və bunu Amerika xalqı ilə, yəni ki, istəyi ilə də birləşdirir və fikirləşirlər ki, burada İrana bir növ belə deyək ki, psixoloji üstünlük yaradırlar. Bu psixoloji üstünlük İrana nə verəcəkdir perspektivdə? Sanksiyalar yerində qalacaqsa, İran bütün bu dağıntıların içərisində perspektivdə, hətta belə deyək ki, atəşkəs oldu və İsraildə hansısa şəkildə Amerikanın müharibəni dayandırması ilə razılaşıb, məcbur olub razılaşıb, müharibəni davam etdirmədi. İran hansı günlərə qalacaqdı? İran davam eləyəcəkdi, çox pis iqtisadi böhran yaranacaqdı. Yanvar ayında ayağa qalxıb etiraz edən xalq bir ildən sonra, il yarımdan sonra bu müharibə əhval-ruhiyyəsi keçib gedəndən sonra bir də ayağa qalxa bilər. Bax, onda rejim dəyişə bilər, daha çox böyük ehtimalı var. Mən hesab edirəm ki, İranın burada kim fikirləşir ki, çox belə bir psixoloji üstünlüklə özünün qalib obrazını yaradacaqdır. Yəni ki, bəzi Amerikan uçaqların təyyarələrini vurubdur. Bütün bunlar sonunda bir neçə günlük o psixoloji üstünlük yarada bilər. Strateji mənada İran gərək bundan razı olaydı. O 15 maddəlik belə deyək ki, tələbləri danışıqlar masasında yerinə yetirdilər. Orada ən çox, ən vacib olan da İranın üzərindən 47 illik sanksiyaların götürülməsi idi. İran gərək məhz bununla əsaslanıb ona gediydi. Çox təəssüf ki, həmişə onlarda bir strateji inadları var. O inadları, yenə deyirəm, davam etdirdilər. Bu İrana nə gətirəcəkdir? Mən mənfilikdən başqa bir şey görmürəm. Nicat, mən onu da qeyd eləmək istəyirəm ki, Birləşmiş Ştatlar mediasının yaydığı məlumata görə Amerika ordusu Xark adasındakı 50-yə qədər obyektə zərbə endirib, amma bunların hamısı hərbi infrastrukturdur, neft obyektləri deyil. Nicat, mənim sizin fikriniz, bu gecə nə baş verəcək? Çünki Trump'ın elanı sivilizasiya məhv olacaq, belə çox gürültülü səslənir. Gürültülü səslənir. Ümumilikdə Trump populistliyi sevən bir liderdir və öz bütün siyasi kariyerasını populizm üzərində qurub. Yəni, İran sivilizasiyası deyəndə o çox belə böyük bir şey deyir. Lakin mən düşünürəm ki, bir çox zərbələr İranın iqtisadiyyatına və onun iqtisadi gücünü, potensialını
zərər vermək üçün olacaq, zəiflətmək üçün olacaq. Çünki hər qadası bildiyimiz kimi İranın 90% iqtisadiyyatı deməkdir. Yəni 90% öz neft qazını, ixracı hər qadasından həyata keçirir. Həm də ki, bugünkü gündə bir çox ölkələr artıq İranla Hörmüz boğazı ilə bağlı razılaşıblar və razılaşmağa davam edirlər və artıq pul verməyə hazırdırlar və verirlər də. İran isə Omanla birgə Hörmüz boğazında yeni bir siyasi durum ortaya getirmək istəyir və Omanla İran hər bir iki ölkə digər ölkələrdən buradan keçdiyi üçün bir rüsum qoymaq istəyirlər və bunu da bunlar Omanla birgə legallaşdırmağa çalışırlar. Digər tərəfdən isə misal əgər Amerika hər qadasında onların iqtisadi infrastrukturunu vurub dağıdırsa, strateji olaraq bu Amerikaya nə verir? Digər tərəfdən məsəl üçün Sepah da bir gün yaymışdı ki, bizim üçün artıq bütün qırmızı xəttlər üzərimizdən qaldırılıb. Heç bir danışıqlara getmirik. Bütün kontaktlar dayandırılıb. Dünənləri 10 bənddən Amerikaya bir təklif irəli sürmüşdülər. 10 bənddə. Bəzi bəndlər tamamilə utopik idi. Yəni təzminat istəyirdilər falan. Lakin ümumilikdə demək lazımdır ki, İran hərbi siyasi rəhbərliyi Sepah özünü məğlub hesab etmir. Daxili vəziyyəti tamamilə alıb ələ. Açıq-aydın televizorlardan çıxıb deyirlər ki, bizə qarşı kimsə çıxsa məhkəməsiz vuracağıq, öldürəcəyik yəni. Bu baxımdan onlar daxili durumu idarə edirlər. İqtisadi baxımından ölkədə vəziyyət elə də kritik deyil, belə idarə edici bir vəziyyətdə var hələ də. Lakin bir məsələ də var ki, əgər Amerika İranın iqtisadiyyatına böyük bir zərbə endirsə, İran da yaxın şərqdəki Amerikanın şirkətlərinin maraqlarına ora zərbə endirsə, məsələn, ExxonMobil, Chevron, böyük şirkətlərdə Səudiyyə Ərəbistanda, istər Birləşmiş Ərəb Əmirliklərində, Küveytdə, Qətərdə, Bəhreyndə onlar təmsil olunurlar, geniş təmsil. Əgər o şirkətlərə zərbə endirilsə, onda biz ümumilikdə dünyada neft böhranı ilə üzləşəcəyik və Hörmüz boğazının tamamilə mənasından itirəcək. Çünki neft ümumilikdə çıxartmaq olmayacaq. Çünki neft infrastrukturu məhv olub regionda. Müharibəni olduqca bahalı və sərf etməyən strategiyası, yəni bu İranın, Sepahın daha doğrusu, milli müdafiə strategiyasıdır. Müharibəni elə bahalı etmək lazımdır ki, o ilə düşmən olan, cəbhədə olan, vuruşan kəs, ölkə ya tərəf sərf eləməyib çıxıb geçsin. Əmin müəllim, sizin fikriniz, bu müharibədən, fevralın 28-dən bəri biz bir çox obyektlərə zərbələr görmüşük, müxtəlif xarakterli sursatlardan istifadə olunub. İndi Trump haranı vura bilər ki, bu indiyə kimi ora vurulmamışdı və bu bir gözlənilməz olacaq. Yəni, indiyə kimi olmayan bir şey olacaq. Çünki hədəsi həddindən artıq güclüdür və Azər müəllim də deyən kimi bir neçə dəfə ultimatum verib, müddətini dəyişib. Yəni, bunun altından necəsə çıxmalıdır da bu bəyanatın. Əlbəttə, amma icazənizlə bəlkə bu son bir ildə baş verən proseslərə elə sizin sualınız kontekstində mütləq qayıtmaq lazımdır ki, çünki müharibə keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyur. Yəni, baş verən, əgər olarsa və bu gün gecə, növbəti gecə olarsa, müharibə keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyur. Və burada qayıdaq elə sizin bu studiyada müzakirə etdiyimiz müharibədən öncə, bir neçə gün öncə elə burada müzakirə oldu. Oradakı elə şərimiz, yəni hamının gözləntisi müəyyən bir Venezuela senarisinin təkrarlanması idi. Venezuela senarisi nədən ibarət idi? Ölkənin sizinlə razı olmayan liderini, məsələn, Maduronu zərərsizləşdirirsən, Maduronu vertolyotla çıxartdılar. Meksikada narkokartellərlə bağlı indi orada danış olmadı. O da fiziki neytrallaşdırıldı. İranda isə biz gördük ki, fiziki neytrallaşdırma tətbiq olundu. Və belə olanda bundan sonra digər insanlar, həmin hökumətdə təmsil olan insanlar
bu hərbi texniki üstünlüyü görürlər və sizinlə rasional bir analiz aparıb bütün o razılaşırlar. Və bu faktiki olaraq Venezuela biz belə gördük. Venezuela hadisələrindən sonra biz gördük ki, nəinki Venezueladan, hətta ətraf ölkələrdən də Vaşinqtona səfər eləyən, bu və digər formada Prezident Trump administrasiyasından danışıqlar əldə etməyə çalışan oldu. İranda əlbəttə ki, görünür ki, hesablar ondan ibarət idi ki, bu bir nəfərlə deyil, müəyyən bir kogortanın, yəni müəyyən bir hərbi siyasi idarəçilər eşelonunun sıradan çıxarılması ilə bu məqsədə nail olunacaq. Amma həmin dövrdə də elə ən azından nail olunmaq istədilər. Bəli, O da baş tutmadı da. Yəni burada maraqlı məqam ondan ibarətdir ki, Venezuela eyni deyir. əvvəldən elə burada regionu bilən adamların hamısı deyirdi ki, İranla Venezuela eyni deyil. Amma Prezident Trump administrasiyası və orada təmsil olunan şəxslərin gözləntisi Birinci kogortanı sıradan çıxartmaqla nəyisə nail olmaq Bəli, istədilər. yəni bu plan da, gözlənti də ondan ibarət idi ki, qısa müddətli, çox məhdud bir hərbi əməliyyat olacaq. Hərbi əməliyyatların nəticəsi kimi siyasi məqsədlərə çatılacaq və siyasi məqsədlərə çatılandan sonra isə artıq ümumiyyətlə heç genişlənməyə ehtiyac yoxdur. Ümumiyyətlə, yəni bu kontekstdə qaydaq elə o nəyə görə hamı gözləyirdi ki, məhdud hərbi əməliyyat ola bilər. Bununla bağlı elə həmin dövrdə ən məşhur çıxışı xanım Condoleezza Rice etdi. O 2003-cü il İraq müharibəsini yada saldı və həmin dövr dedi ki, İraqa bu demək hərbi əməliyyatdan öncə ən azından 1 il vaxt lazım oldu ki, ABŞ o insani resurslarını mobilizə edə bilsin. Yəni qısa müddət ərzində siz İran boyu, yəni İraqla müqayisədə İran həcmi bir ölkə ilə bağlı iri bir hərbi kampaniya etmək üçün qısa müddət ərzində insan toplayasınız, hərbi resursları mobilizə edəsiniz, bu mümkün deyil. Ən azından 2003-cü ildə yox idi və həmin dövrdə ekspertlərin də gözləntisi ondan. Ona görə də həmin dövr doğrudan da Prezident Trump administrasiyası kifayət qədər məhdud, limitli bir hərbi əməliyyat planlaşdırdılar. Amma İranın burada cavabı kifayət qədər asimetrik oldu. Yəni İran ABŞ nə qədər bunu məhdud etmək istəyirdisə, nöqtəvi etmək istəyirdisə, İran isə bunu mümkün olan qədər qlobal coğrafiyasını böyütmək, yəni dərhal ətraf ölkələrə hücum, körfəzi bağlamaq, dünyanın bütün iqtisadiyyatlarına zərər altına qoymaq ki və sonda ABŞ-dakı o insanların da zərər görməsini gətirib çıxartdı. Yəni biz elə sizin studiyada bir gün öncə bu məsələni müzakirə edərkən orada bir ssenari də var idi ki, bu müharibələr zamanı həmişə belə deyim də ən axırıncı nəzərə alınan, amma çox vacib olan ssenarilərdən biridir ki, təsadüfi hadisələr nəticəsində müharibənin eskalasiyası. Tutaq ki, Birinci Dünya müharibəsi doğrudan da başlayıb. Birinci Dünya müharibəsinin gözləntisini həmin dövrdə hərbi nəzəriyyəçilər 2-3 həftəlik, maksimum 1 ay yarımlıq belə bir müharibə kimi planlaşdırmışlar. Kampaniya kimi, hərbi kampaniya kimi. Bunun isə müddəti uzanır 4 ilə və daha sonra Birinci Dünya müharibəsinin davamı kimi gəlir İkinci Dünya müharibəsi. Yəni ən gözümüzün qabağında Kiyevi 3 gün alırdılar da nəticədə. 4 ildir biz Kiyevi 3 gün təsadüfi bəli, o bir qədər belə deyim, hal-hazırda orada konsepsiya qurulanda əvvəl Kiyevi 3 gün alırdılar. İndi 4 il orada ölkənin tam müharibə. nəzarət. Orada ölkənin tam burada nöqtəvi, yəni bir qədər yanaşma konsepsiyası fərqlidir. O məsələyə məqam gələcəm. Və belə olan halda biz nəyi müşahidə edirik? O işğaldır, bu təzyiqdir. Bu olub. Yəni bu hərbi məqsədlərə çatmaq üçün. Yəni burada belə bir artıq nəzəri sual meydana çıxır ki, hərbi uğur avtomatik olaraq siyasi uğura tərcümə olunurmu? Olunmur. Yəni tam ki, Venezuela keysində bu olundu. Amma olmur. Tam ki, əgər biz bir qədər qalırıqsa, elə öz regionumuzu analiz ediriksə, yəni nəzərə alsaq Azərbaycan-Ermənistan müharibəsini faktiki olaraq 11 oktyabr 2020-ci ildə Azərbaycan ordusunun artıq bacarığı, qabiliyyəti ortadaydı. Moskvada həmin dövrdə Nikol Paşinyan, demək, Zöhrəb Natsakanyan və orada Xaricilər Nazirinin görüşü olardı, sənəd imzalanardı. İmzalanmadı. Noyabrın 9-dan 10-na keçən gecə imzalandı və daha sonra da biz hətta... Yəni söhbət hərbi uğurun siyasi uğura çevrilməsindən transformasiyasından gedir. Siz bunu demək istəyirsiniz. Yəni təsadüfi proseslər nəticəsində biz müharibənin eskalasiyasını görürük. Müharibə məhdud, dar çərçivədə olan bir müharibə kimi planlaşdırılmışdı. Təsadüfi hadisələr nəticəsində və bu gecə bunun kifayət qədər ciddi bir transformasiyasını biz müşahidə edə bilərik. Sizin sualınız ondan ibarətdir ki, hansı obyektləri vura bilər ki? Nə vurulacaq da? Yəni mən çox sadə bir sual. Oradan özüm maraqlı. Yəni paradoksal vəziyyət ondan ibarətdir ki, hamı artıq elan edildi ki, doğrudan da İran ərazisində artıq vurulacaq o strateji obyektlərin siyahısı demək olar ki, son anda dedi də ki, elektrik infrastrukturunu və körpüləri. Bəli, o hərbi obyektlər mülki mülki artıq obyektlər. Hətta üzr istəyirəm, orada bir elementdə keçdi.
dəmir yolu infrastrukturun vurulması məsələsi Ora də var. qədər. Artıq vurublar. Hətta dəmir yolu müraciət də infrastrukturu. olundu ki, o dəmir ölkə yolu üzrə. ətrafı ərazilərdə yaşayan əhali oradan uzaqlaşsın. Çünki təsadüfi atılan raketlər nəticəsində onlar da zərər görə bilər. Yəni bu tamamilə yeni bir qədər əvvəl dediniz, keyfiyyətcə yeni mərhələ. Bəli. Bəlkə Olarsa, olarsa əgər hücum olarsa. mövcud mərhələnin keyfiyyətli bir hissəsi ola bilər, amma keyfiyyətcə yeni mərhələ mənə elə gəlir. Yadınıza düşür bizim axırıncı verilişdə elə biz bir yerdə idik. Mən orada dedim yeni mərhələ quru əməliyyatlarla başlaya bilər ki, bu böyük fəlakətlərə yol açacaqdır. Bax o quru əməliyyatlar başlamayana qədər mümkün resursların hamısını israf etmək və ya mümkün ssenariləri sınaqdan çıxartmaq cəhdini biz görürük ABŞ-ın davranışında. Yəni burada bir mənalı artıq hamının qəbul etdiyi məqamdır ki, hərbi üstünlük, ABŞ-ın hərbi üstünlüyü və ABŞ hərbçilərinin o qarşısında qoyulan məqsədlə icra olunmasına bağlı hər hansısa bir plan yoxdur. Amma prezident Trump bu hərbi qələbəni, bu hansısa formada İranın daxilində siyasi formaya tərcümə elə bilirsə, transformasiya elə bilirmi? Bu məqam aldı və çox maraqlı məqamdır ki, bəlkə də burada İranın ən böyük dəstəkçiləri İranda deyil, Avropadadır, ABŞ-ın daxilindədir. Çünki hal-hazırda prezident Trumpın bu cür, yəni bütün qələbə mənə qismət olsun deyib, öz müttəfiqlərini kənara qoydu. ABŞ-ın daxilində konqreslə məsləhətləşmədi. Yəni mən təkcə demokratları demirəm, ümumiyyətlə müəyyən qurumlarda məsləhətləşmədiyi bir formada proses gedirsə və nəzərə almaq lazımdır ki, ABŞ-da konstitusion məhdudiyyət var. 2 ay müharibə aparmaq üçün, yəni konqresin icazəsi olmadan 1 ay isə ordunu geri çəkmək üçün bax belə bir konstitusiya və bu müddət çox sürətlə getdikcə daralır. Yəni prezident Trumpın ABŞ-ın daxilində onun o reputasiyasının düşməsi, mən hesab edirəm, yəni həm ABŞ-ın daxilində onun rəqibləri, Avropada, hamı bax o prezident Trumpın siyasi belə deyim də o məğlubiyyətini gözləyir. Amma bu da PR-a əsaslanan bir adam olduğu üçün daha çox da hal-hazırda o qələbə elementini təqdim etməkdən ötürü o istiqamətdə kifayət qədər ciddi səy göstərir. İlham Əhməd müəllimin sözlərindən anladım ki, prezident Trumpa bu boyda bir əməliyyatın qarşısında konqresdən icazəsiz, demokratların təzyiqi altında, Avropalı müttəfiqləri ilə dalaşıb, NATO-dan artıq çıxmaq üzrədir və s. qələbə lazımdır. İran da o qələbəni boynuna almır ki, mən uduzmuşam. Əksinə deyir, mən uduzmamışam, mən Hörmüz boğazını bağlamışam, əlavə pul yığıram, əcəb eləyirəm. Ətraf ölkələrin hamısını da vururam, onu da düz eləyirəm, mənim qırmızı xəttlərim keçirlər. İndi Trumpa nəsə eləmək lazımdır ki, İranın hakimiyyəti desin ki, mən məğlub oldum. Bax, mən onu soruşmaq istəyirəm. Bu nəsə nədir? Neyə bilər Trump ki? ABŞ strategiyalarının bu müəyyən məsələ siz İlham müəllimə sual verirsiniz. Mən neyim? ABŞ strategilərinə də eyni sualı verirlər. Mən də İlham müəllimə eyni sualı İlham müəllim indi daha əl çatandır da bu situasiya. Buyurun. Murad bəy, o qərarlar ki, qəbul olunur, bu qərarlar o məşhur kinoda deyən kimi ki, etici voluntarizm. Bu voluntarist qərarlardır. Voluntarist qərarlar olmasaydı, yəni ki, Əhməd bəyin dediyi kimi də, yəni ki, mükəmməl bir plan olardı. Yəni Hörmüzü nəzərə almırsan ki, yaxşı mən bu Əli Xameneyini öldürdüm, amma bu proseslər gedə bilər. Görünür burada kəşfiyyat materialları da hər iki ölkənin, yəni həm Mossadın, həm Mərkəzi Kəşfiyyat Dairəsinin rəylərini ya tam nəzərə alınmayıb, yenə də iradi qərarlar qəbul olunubdur. Və yaxud da həmin hesabatlarda İranın gücü nəzərə alınmayıb. Hə, İranın sona qədər. Çünki Üzr istəyirəm, burada o söz, yəni Hörmüz boğazının bağlanması ssenarisi son 20 ildə bütün analitik müzakirə olunan məsələ oldu. 1979 İslam inqilabında da olubdu, İraq müharibəsində də olub, Küveyt müharibəsində də həmin belə deyək ki, krizis yaranıbdır Hörmüz boğazı. Bütün bunlar nəzərə alınmalıydı. Nəzərə alınmamağı, bax o elə Mərkəzi Kəşfiyyat İdarəsi yerini müəyyənləşdirir, Əli Xameneyinin tez xəbər verirlər, İsraildə oranı vururlar ki, məsələ bitəcəkdir. Bax bu iradi qərardır həqiqətən də. Bunun maraqlı tərəfi odur ki, hər dəfə böhran yaranan zaman sonra verilən qərarlar İranın xeyrinə olur. Elə indi də yaranan böhran nəticəsində yenə də baş verən proseslər İranın xeyrinədir. Yəni tam nəzarəti Hörmüz boğazı üzərində məhz İran tətbiq edir. Bəli, İranın psixoloji üstünlükləri də var buradakı. Yəni güclüyə qarşı mən dözürəm, davam edirəm, hələ də mübarizəni aparıram. Və siz deyən kimi indi suala gələk birbaşa ki, nə etməlidir ki, İran məğlub olur və nə edəcəksə İran. Bax, təsəvvür eləyək ki, belə də hətta nüvə silahından istifadə, mən indi gözləmirəm, nüvə silahından istifadə olunmayacaqdır. Yəni ki, atom bombasına, sizcə atom bombasından istifadə olunsa, Yapon imperatoru kimi ağ bayraq qaldıracaqdır 45-ci ildə kimi, qaldırası deyil. Yəni ki, nə cür zərbə vurmağından asılı olmayaraq İran ağ bayraq qaldırmayacaqdır.
İran bayrağı qaldırmayacaqdır. Bu İranın ən yaxşı olardı ki, danışıqlara gedib müəyyən o 15 maddəni, özlərinin də tələblərini danışıqlar yolu ilə həll edilir. Xüsusilə uranın zənginləşməsi ilə bağlı məsələni bir yollu xətt edir. Bunu fətvalara bağlamayırlar ki, bu fətvada belə oldu, indi yenidən dəyişirik və s. və s. Yox, əgər nə qədər böyük zərbələr vursalar da bütün infrastruktura, da artıq mülki infrastrukturlara, dəmir yol, elektrik, körpülər xüsusi olaraq vurğulanır. Çox böyük zərbələr vursalar da İran deməyəcək ki, mən məğlub oldum. Amma həm də bilirlər ki, Əhməd bəy də dedi onu, Amerikada da təzyiq var. NATO'dan da bir sükut var, yəni ki, dəstək yoxdur da xüsusi olaraq. Amerikadan da təzyiq nədən ibarət və onu dilə gətirdi ki, Amerika xalqı bizim geri dönməyimizi istəyir. Bilir ki, əvvəl-axır bu geri dönəcəkdir, müharibəni dayandıracaq. Ona görə də o zərbələrin, Amerikan zərbələrinin hansı səviyyədə dağıdıcı olmağından asılı olmayaraq İran o danışıqlara getməyəcəkdir. Nicat bəy, mən Trumpın bəyanatlarını xatırlayıram. Əhməd bəym dediyi Birləşmiş Ştatlarda strategiyanı müəyyənləşdirən şəxslərlə kimi düşünməyə çalışıram. Trump dedi ki, biz İranı daş dövrünə qaytaracağıq. Bir. Daha sonra dedi ki, biz İranın elektrikini vuracağıq. İki. Daha sonra dedi ki, əsas obyektlərini vuracağıq, iqtisadiyyatını vuracağıq, iqtisadiyyatını çöktürəcəyik. Bundan belə qənaətə gəlmək olarmı ki, bu gecə Birləşmiş Ştatlar İranın əsas enerji istehsal edən müəssisələrini vurmaqla bütün ölkə miqyasında kollaps yaradıb, bütün ölkəni enerjisiz qoymaqla daş dövrünə onu faktiki qaytarmış olacaq. İran iqtisadiyyatı elektriksiz işləməyəcək, dayanacaq. Bundan əlavə İran iqtisadiyyatının şah damarı olan Hark adası vurulacaq, əsas limanlar vurulacaq. Belə deyək də, bu xalça kimi bombardmanlar olacaq və bununla da Amerika deyəcək, mən istədiyimi elədim. Evet. İndi gerisi Hörmüz boğazını açmaq istəyən kim Hörmüz boğazından neft alırsa, onlar getsinlər Hörmüz boğazını açsınlar. İran xalqı da özü baxsın, nə edəcək? Belə ssenari mümkündürmü? Mən inanmıram bu ssenariyə açıq deyim. Bu çox Amerika üçün və Trump üçün çox pozitiv bir asan bir ssenaridir bir tərəfdə. Ümumilikdə hansısa bir ölkənin energetikasını, işıq sistemini sıradan çıxarmaq üçün böyük bir uzun müddətli vurmalar lazımdır, yəni zərbələr. Yəni misal, Rusiya Ukraynada kritik infrastrukturu 4 ildir vurur, tam sıradan çıxarda bilməyib. Yəni 4 ildir onlar kritik infrastrukturu vururlar, amma Ukraynada bəzi bölgələrdə işıq var, günə 3-4 saat var, yəni bunlar tənzimləmə mexanizmləri var. İranın öz tənzimləmə mexanizmi var əslində. Ukrayna xaricdən, Avropadan enerji ala bilir. Ala bilir. Azərbaycan İttifaqıdır, humanitar yardım kimi. İranın belə imkanları yoxdur. Ya, niyə? İran özü radiator istehsal edir özü üçün. Məsəl üçün, Ukrayna onu, o radiatorları alır. Məsəl üçün, Azərbaycan ona verir. Amma İran özü onu istehsal edir. Digər tərəfdən isə ümumilikdə onların energetika sistemi belədir ki, yəni işıq elektrik sistemi belədir ki, onlar yalnız bir nöqtəyə bağlı deyirlər. Çox desentralizə olunan bir məsələdir. Yəni, mərkəzdən tamamilə ayrı idarə olunur. Hər bir region özünə uyğun olaraq. Yəni, mən son oxuduğum qədər orada mərkəzləşmə işi yoxdur bu məsələdə. Digər tərəfdən isə İranın cavabları da var və o cavablar Amerikanın müttəfiqləri ilə bağlıdır. Yəni, mən düşünmürəm ki, Amerika hansısa bir qərarı Donald Trump qəbul edəndə öz müttəfiqləri ilə razılaşmayacaq, ya hətta olmasa danışıb bir qərara gəlməyəcək. Çünki müttəfiqlər deyəndə siz NATO-nun yox, yəqin körfəz ölkələri məsələsində tutuqlu hal-hazırda. Bu müharibədə NATO müttəfiq deyil. Bəli. Yəni, tamamilə heç, onlar tamamilə... Murad bəy də deyir ki, Amerika bu addımları atandan sonra müharibəni dayandıracaqmı? Yəni ki, vurdum, bitirdim, dayandırmayacaq. İran dayandırmayacaq. İran yox, Amerika. Amerika dayandırmaq istəsə belə, İran buraxmayacaq onları. Məsələ orasından. Çünki İranın Sepah üçün, daxili auditoriya üçün qalibiyyət hekayəsi lazımdır. O qalibiyyət hekayəsi kağızda, razılıqlarda, bəndlərdə lazımdır. Yəni, misal, bütün sanksiyalar üzərimizdən qaldırıldı və raket sisteminin inkişafına Amerikada müdaxilə etməyəcək.
Buna da bu özünüz bilirsiniz ki bu mümkün deyil. Niyə? Ya Amerikanlar buna heç vaxt razılaşmayacaq. Çünki bu Trumpın məğlubiyyətidir. Bəli, amma onlar Yəni, da İran heç bir şərti yerinə yetirmədən Amerikanı birdən-birə elə İran vurandan sonra İranın şərtlərini mi yerinə yetirəcək? Mənə elə gəlir ki, yox, burada mümkün deyil. Şərtlər qarşılıqlı olmalıdır. Və o deməli ondan ötürü masaya oturmaq lazımdır. Bəli, Bundan amma ötürü də düzdür, İran istəmir müvəqqəti atəşkəs olsun. İnsan deyir ki, qalıcı sülh olsun. Qalıcı sülhdə də öz şərtlərini irəli sürəndə öz öhdəliklərindən danışmır ki, yəni ən azı uranın zənginləşməsini dayandıracaq, demontaj eləyəcək, atom istehsal etməyəcəkdir. Bütün bunlar atom bombasını nəzərdə tutur. Bax, burada söhbət ondadır ki, addımı atır, vurur İranı. Ondan sonra deyir ki, Amerika xalqı məni geri çağırır, deyir ki, biz geri dönməliyik. Geri dönür, müharibəni bitirirəm. Və Körfəz ölkələrindən də atəş açılmır. İran təzədən yenidən mi başlayacaq onda Körfəz ölkələrini və yaxud da İsraildə müharibəni dayandırsa? Yox, əgər sanksiyalar olmayacaqdır. olmayacaq. Onda İran daha çox pis vəziyyətə düşəcəkdir. Bəli, amma onun sanksiyaların üzərindən qalxması və onun dünya bazarına öz neftinin satışı və bir qism dondurulmuş hesabatlar olan pulları mən düşünürəm ki, İranı öz sistemini modernizə etmək üçün bir o dondurulmuş pulları verəcəkmi? Onun çoxu Körfəz ölkələrindədir. 500 milyar da elə Birləşmiş Ərəb Əmirliklərindədir. Onlar vurulmuş zədələri sırada işləməsin, kompensasiya götürəcəklər. Kompensasiya eləyiblər, artıq müsadirə də eləyiblər. Əhməd bəy, sizin indi proqnozunuz necədir? Tutalım ki, enerji obyektləri vuruldu, misal üçün körpülər vurulsa, vuruldu, zərbə indirildi. Cavab atəşi açılacaq. Bu cavab atəşində İranın hədəfləri nə olacaq? Hansı obyektlər olacaq və bu müharibənin növbəti mərhələsinə, eskalasiyasına gətirib çıxara bilərmi? Bəli, burada iki məqam. Yəni İranın daxilində baş verən proseslər bir ayrı məqamdır, amma hal-hazırda bəlkə də bizim də informasiya sahəmizdə ən az müzakirə olunan məsələ hal-hazırda Vaşinqtondakı koridorlarda baş verən mübarizədir. Hal-hazırda hiss olunur ki, yəni biz ümumiyyətlə görürük ki, inkişaf eləmiş dünyanın, Avropa İttifaqının, ABŞ-ın, belə Yaponiya, Koreya, yəni ənənəvi ABŞ və onun partnyorlarının arasında mənim bir ciddi fikir ayrılığı var. Çox ciddi fragmentasiya ortadadır və hamı bu məsələdən, yəni belə deyim, durub bir qədər Prezident Trumpın elə o müəyyən qədər emosional tweetlərini oxuyub, amma görünür ki, müəyyən bir əsəbi gərginlikdir. Müəyyən qədər hiss olunur ki, bundan Prezident Trump öz ABŞ-ın partnyorlarına təzyiq üçün istifadə edir ki, mütləq qoşulun, müəyyən bir NATO köməyə gəlsin, Hörmüz boğazına müəyyən bir əməliyyat olunsun. Amma eyni zamanda da bu ölkənin təmsilçiləri də elə Vaşinqtonun içərisində olan insanlar da Prezident Trumpın onların fikrini, rəyini nəzərə almadan bu cür iri əməliyyatlar başlamasını müəyyən bir məhdudlaşdırmaq istəyirlər. Yəni Venezuelada və digər yerdə olduğunda tək bir şəxs kimi ortaya çıxsın və proseslərdən istifadə edib bütün qələbə özünə çatsın. Yəni, prosesin geri çağırılmasında maraqlı olduğunu daha çox dilə gətirirlər də. Yəni miqyası böyütmədən, məhdudlaşdırmaqla elə bir ki, geriyə... Prezident Trumpın belə deyək, sistemli oyunçuların rəyini nəzərə alacaq bir formaya gətirilməsi. Hal-hazırda o proses gedir. Yəni həm bütün Avropa İttifaqından baxanda orada Avropa İttifaqından olan ölkələr arasında Avropa kontinenti deyək. O İngiltərədə daxildir və digərləri də bura daxildir. Hiss olunur ki, onların məsələ ilə bağlı reaksiyası elə, yəni bir şəxsin birdən-birə qərar qəbul etməsi və böyük bir armada edilməsi və bu formada qlobal iqtisadiyyata təsir göstərən proseslərə rəhbərlik etməsi indiki şəraitdə hiss olunur ki, buna bir qədər doyma gedib. Yəni həm ABŞ elitasında, həm bunun nəzərə alınması. Amma o ki qaldı İranla bağlı baş verən proseslərə. Baxın, burada çox maraqlı bir proses vardır ki, yəni ABŞ-ın hal-hazırda qulaq asanda, ekspert icmasında və müzakirə olan məsələləri qulaq asanda çox zaman bu artıq müzakirə olunur ki, bu İraq 2003 deyil, bu İraq 1991-dir. Bu o deməkdir ki, artıq İran bu formada və Hörmüz boğazını belə bağlayan bir imkan və proseslərdə danışığa getmirsə, bu o deməkdir ki, artıq növbəti daha geniş miqyaslı, yəni 91-ci ildə Saddam Hüseyn kimi kifayət qədər hərbi və geosiyasi qüdrəti olan bir siyasi qüvvəni bir hücumla sıradan çıxartmaq mümkün deyil. Amma onu zəiflədib, tədricən zəiflədəndən sonra daha sonra sıradan çıxartmaq olar. Yəni bax, indi 47 ildə zəiflədirlər də. İran elə bir məqama gəlib çatıbdır ki, orada
Çünki o qlobal super gücün əlamətlərindən biri dünya okeanında olan o gəmiçilik xəttlərinə təhlükəsizliyi təmin etməkdən ibarətdir. Yəni bunu dəniz yolları kəşf olunandan, yəni İspan imperiyası dövründən faktiki olaraq bu qlobal super gücə xas olan xüsusiyyətdir. Yəni piratlar və s. bunlar bunun əlamətlərindən biri idi. Bu Böyük Britaniya imperiyasından sonra bu o güc kimi, status kimi müəyyən qədər Amerikaya gəlib çatmış bir məqam idi. İndi hal-hazırda İran bax onu çox ciddi formada sol altına çalışır və burada başqa bir məqam ondan ibarətdir ki, Hörmüz boğazını bağlamaqdan ötürü hansısa bir xüsusi hərbi imkanlara, hansısa bir hərbi qüdrətə malik olmağa ehtiyac yoxdur. Müəyyən bir o müqavimətin xərcləri o qədər aşağıdır ki, çox az sayılı. Məsələn, Husilər vaxtilə elə Qırmızı dənizi bağlamışdılar bir il öncə. Yəni onu çox İndi də bağlamaqla hədələyirlər. Bəli, çox İranın daxilində baş verən proseslər elə bir məqama gətirib çıxarda bilər ki, hətta müəyyən bir mərkəzsiz idarəetmə olarsa orada belə, çox kiçik bir qüvvələr olar. Bu demək, bu İranı mütləq və mütləq Hörmüz boğazı ətrafındakı olan ərazilərin, yəni o qüvvələri elə bir məsafəyə saxlamaq lazımdır ki, onlar həmin ərazilərdən durub Hörmüz boğazına hücum edə bilməsinlər. Və burada bir məqam vardır ki, tam ki, o texniki olaraq bunun açılmasını nəyə görə təmin etmək olmur? Çünki hərbi ekspertlərin deyinə görə. Çünki vaxt o qədər azdır ki, İranda hər hansısa bir qurudan kimsə ora zərbə endirirsə, 11-12 saniyə mümkün olmur. Yəni, bax, belə bir ssenari mümkündür ki, hətta İranı tam sıradan belə çıxarılandan sonra çox primitiv silahlara sahib olan şəxslər belə bunu bağlı saxlaya bilərlər. Bu problemdir. Sahil boyu, mən üstümə əlavə edim, sahil boyu Zaragos dağları var. Zaragos dağları sahildən elə hündürlüklərdə, yəni ki, İran kifayət ki, orada möhkəmlənibdir. Və xüsusi ballistik raketə ehtiyac olmadan da Hörmüz boğazını vura bilmək imkanları var. Ona görə, yəni ki, sahildə hansısa bir ərazini quru qoşunlarla tutdun, dayandırdın, həm o quru qoşunları hədəf olur onda, həm də ki, Hörmüz boğazının açılmasına şərait yaratmışdır. Yəni, Əhməd müəllimin dediyi və İlham müəllimin dediyi kimi, Azərbaycan, İran və Birləşmiş Ştatlar arasında müharibə artıq sadəcə bir hərbi əməliyyat deyil. Bu bir ölüm-dirim müharibəsidir. Əgər İran geri çəkilsə, mövcud hakimiyyət gedəcək, ölkədə böhran başlayacaq, böyük ehtimal. Əgər Birləşmiş Ştatlar geri çəkilsə, onda Trump uduzacaq. Trump uduzacaq, bütün dünya da Birləşmiş Ştatların dünya hegemonu statusunu şübhə altına almış olacaq. Çünki bundan sonra Amerika nə eləsə deyəcəklər, amma İran bacardı. Bəli. Və İranda da hal-hazırda siz bu görüntüləri görürsünüz. İranda hakimiyyətin çağırışı ilə insanlar körpülərin üzərinə çıxıblar və canlı zəncirlər yaradırlar. İran hakimiyyət nümayəndələrinin çağırışı olmuşdu. İndi əlbəttə kimlərsə deyə bilər ki, bu kadrlar təşkil olunmuşdu, filan. Amma yenə də biz körpünü görürük və o körpünün üzərində insanları görürük. Sizin fikrinizcə, zərbələr endirilərsə, İranın cavabı necə olacaq? Niyə görə bunu soruşuram? Ona görə ki, İran bu gün Səudiyyə Ərəbistandakı neft kimya kompleksini vurub. Dünyanın 6-8% neft kimya məhsulları bu kompleksdən çıxırdı. Əgər İran oxşar obyektləri yaxın şərqdə vurmaqda davam edərsə, bu dünya iqtisadiyyatını az qala ola bilər ki, daş dövrünə qaytarsın. Buna gedəcəkmi İran? Mən düşünürəm ki, söhbət İrandan gedirsə, İran buna getməyə bəlkə də hazırdır. Bilirsiniz, biz müəyyən təbii ki, konspiroloji nəzəriyyələr barədə də danışa bilərik, müəyyən o koridorlarda gedən müzakirələrə də istinad edə bilərik. Amma məndə istər-istəməz bax, bu sonuncu zərbələr çox maraqlı bir təəssürat formalaşdırır. Söhbət nə üçün dəmir yolunu vururlar, nə üçün deyək, körpüləri vururlar. Quru əməliyyatına hazırlıqdır. Bəli. Logistika. Məsələ bundadır ki, bəli, bu əsas təchizat zəncirinin əsas halqalarıdır. Əgər söhbət təchizat zəncirinin qırılmağından gedirsə, bu demək ki, artıq quru əməliyyatlara hazırlıq işləri aparılmalı. Amma burada söhbət, misal üçün, sonuncu vurulan körpüdə əgər danışırıqsa, bu Zəncandır. Zəncan İranın qərbidir. Yaxşı, istər-istəməz sual yaranır. İndi biraz rasional təhlil ediriksə, əgər söhbət Zəncandan gedirsə, Zəncandan, yəni İranın qərbindən hansı quru əməliyyatlar başlaya bilər? Əgər daha çox quru əməliyyatlar, deyək, İran körfəzindən və ya İraq istiqamətindən baş verə bilərsə, hətta orada kürdlərin silahlanması və digər məsələlər də və bu barədə də Donald Trump'ın da fikirləri var idi ki, biz verdik, o da özünə saxladı silahı və s. və ilaxır məsələlər. Yəni, amma nə üçün Zəncan?
Bax bu bir aydan artıq gedən hərbi əməliyyatlar məndə həm də belə bir təəssürat formalaşdırdı ki, çox zaman sağı göstərib solu vururlar, solu göstərib sağı vururlar. Nə bilim, pilot ətrafında bir hərbi əməliyyat aparırlar, daha böyük ora eskadrilyanı cəlb eləyirlər. Eskadrilyadan sonra 2 dənə təyyarəni sıradan çıxarırlar. Bu hansı xüsusi avadanlıqla təchiz olunmuş təyyarə idi ki, onu da sonra İsfahan ətrafında sıradan çıxardılar və s. və ilaxır. Hərçən ki, İsfahanda biz bilirik ki, həmin 200 deyilənə görə, yəni 450 kiloqram 200-ü deyir oradadır, 250-si orada. də başqa yerdədir. Bu artıq ondan xəbər verir ki, burada müəyyən ssenarilər üzrə hazırlıqlar gedir və o vaxtların da ertələnməsi, həmin o ultimatumun ertələnməsi bilavasitə bununla bağlıdır ki, müəyyən hesablamalar aparır. Amma o bir Azərbaycan xalqının bir məşhur bir deyimidir. Sən çaldığını çal, gör fələklə çalır. Məsələn, bundadır ki, Giorgio Meloni bugün artıq elan edir ki, İrana getməyə planlaşdırır və Hörmüz boğazından İtaliya məhsullarının gəmiləri və ya İtaliya istiqamətində çıxarılacaq neft məhsullarının çıxarılmasına dair razılığın əldə etmək olunmasına çalışır. Yəni Giorgio Meloni, yəni İtaliyanın baş naziri artıq bu addımı atırsa, ehtimal olunur ki, digər artıq Avropa ölkələrdə bu prosesə qoşula bilərlər, bu və ya digər formada. Artıq bu, təbii ki, Tramp üçün siyasi cəhətdən müəyyən mənada bir məğlubiyyət fonu yarada biləcək bir haldır. Amma burada istənilən halda biz həm də Trumpın da çıxışlarına diqqət yetirək və Trump faktiki olaraq burada İlham müəllim də qeyd elədi, Əhməd müəllim də qeyd elədi, elə Nicat müəllim də o şərtlər barədə danışarkən belə bir fikir çıxdı ortalığa ki, bir tərəfinin 15 şərti var, digər tərəfinin 5-6 şərti var. Axı, münaqişələrin həll olunması və ya transformasiyası nəzəriyyəsinə görə əgər danışıqlar aparan tərəflər öz mövqelərində hansısa elementlər üzrə güzəştə getmirlərsə, o münaqişənin transformasiyası baş verir. Yəni danışıqlar burada heç bir uğur qazanmır. Biz nə görürük? Danışıq da yoxdur. Yəni ki, danışıq masarxasına da ətirmək yoxdur. Var, üçüncü şəxslərdə Pakistan var, digər Türkiyə, Misir, element. Burada var. Müəyyən kanallar üzrə danışıqlar aparılır, şübhəsiz. Bunu İran tərəfi də hardasa sətir altı deyirlər, boynuna alır. Amma məsələ bundadır ki, bir tərəfin şərtləri ilə digər tərəfin şərtləri uzlaşmadığı halda, axı heç bir tərəf güzəştə getmir. Yəni, bir tərəfin fərz eləyək güzəştə getməsi, hansısa şərti deyək, ortadan çıxartması, digər tərəfin də bəlkə də hansısa bir güzəştə getməsini gətirib çıxarda bilər. Biz bunu görmürük. Bu olmadığı üçün də danışıqlar və ya atəşin dayandırılması və ya atəşkəsin əldə olunması və yadınızda üçün bir aylıq atəşkəs məsələsi də var idi gündəmdə. İndi o söhbət çıxarıldı artıq. Bu artıq müzakirə predmeti deyil və hər bir tərəf miqyası böyüdəcəyilə hədələyir qarşı tərəfi. Bax, ən təhlükəli məqam bax budur. Proqramımızın sonuna çox az qalıb. Mən ona görə sizdən yekun olaraq fikrinizi bildirməyinizi xahiş edəcəm. Bu gecə saat 4-də, səhər saat 4-də Bakı vaxtı ilə İran və Birləşmiş Ştatlar müharibəsində nə baş verəcək və hadisələrin sonraki inkişafı necə ola bilər? Buyurun, sizdən başlayalım. Çox qısaca deyim, hər şey asılıdır ondan ki, 4-ə qədər nə baş verəcəkdir ki, biz ondan 4-dən sonra nə baş verəcəyini deyə bilərik. Əgər 4-ə qədər güzəştlərə getməsi barədə hansısa bir tərəfin, yəni ən azından İranın bu məsələdə heç olmasa bir element üzrə güzəştə getməsi barədə fikir pozitiv olaraq deyək, qarşı tərəfə çatdırılmayacaqsa, 4-dən sonra biz endirilən raket zərbələrin həcmini, miqyasını, sayını, coğrafiyasını böyüyəcəyini görəcəyik. O ki, qaldı, siz qeyd elədiniz bir qədər əvvəl nüvə silahından istifadə. Yəni, bilirsiniz də, orada 2 element var. İlham müəllim bilir, bir var taktiki nüvə silahı, bir də var strateji. Taktiki nüvə silahından istifadə də hətta belə olsa, bu böyük fəlakətlərə gətirib çıxarda bilər. Hərbi cinayət sayılır. Azər müəllim düz deyir, saat 4-ə qədər biz nəyə görə, bilirsiniz nəyə fikirləşirik? İranın son anda bir geri çəkilməkləri var. 12 günlük müharibədə keçən il yadınızdadır? Trumpın da elə xəbər göndərirdilər ki, yəni ki, son anda biz ora vuracağıq, siz oradan çəkilin, çəkilin qırağa vuracağıq belə. Son anda bu ola bilər. Olmadığı halda biz bu zərbələrin geniş miqyaslı olacağını görürük, amma mən hesab edirəm ki, o geniş miqyaslı zərbələrdən sonra Amerika özü deyəcək ki, mən işlərimi gördüm, qutardım, xalq mənə geri çağırır, mən geri qayıdıram. Ondan sonraki məsələlər, danışıqlar olacaq, olmayacaq. Hörmüz boğazına tər bu növbəti artıq Avropanın da qarşımasından və digərlərinin də qarşımasından sonra müzakirə olunur. İlham müəllim, sözünüzə qüvvət. Hətta Donald Trump'ın sonuncu tweetlərindən birində, daha doğrusu tweetə yox, o çıxışında qeyd elədi ki,
biz İranda siyasi rejimin dəyişməsinə nail olmağa çalışdıq və buna da nail olduq. Hətta bu özünə məxsus dərsdə siyasi rejimin dəyişdiyini də deyir. Adamların dəyişməsini elə bil ki, rejim belə dəyişir. qəbul edir. Daxili auditoriya hesablanmış bir mesajdır. Nicat müəllim, sizin fikriniz? Donald Trump bu müharibədən artıq qaçmaq istəyir. Və bu öz o tweetlərində də son çox belə emosional olan tweetində də məlum idi ki, çox emosionaldır və o yəni demək istəyirdi ki, bitirək də bu müharibəni. Çünki başa düşür ki, taktiki operativ olaraq İran üzərində onun hərbi texniki üstünlüyü var, lakin strateji baxımından heç bir nailiyyəti yoxdur və hətta bir növ məğlubiyyəti də var. Bilirsiniz, hər bir müharibə hansısa bir köhnə sistemlərin dağılması və yeni sistemin yaranması deməkdir. Və indiki durumda biz görürük ki, Amerikanın və ələxüsus Donald Trump'ın bu cürünə dünya ölkələri ilə hörmətsiz yanaşmasından bir çox ölkələr yorulub və bezib. Və buna da görə İrana bir neçə təəssübkeşlik və bir necə hələ bir İranın yanında durmaqlıq kimi göstərir. Misal, Donald Trump İran energetikasına zərbə endirəndə, bildirəndə Avropa Şurasının prezidenti Kosta bildirdi ki, bu qeyri-legitim və düz addım deyil və pisləmişdi Trump'a. Çünki Avropa ölkələri belə, yəni Amerikanın yaxın zamanlardakı və indiki və hətta formal müttəfiqi belə Amerikanın hədsiz gücünə bilib, lakin onların beynəlxalq müstəvidə düz siyasət aparmadıqlarına görə beziblər. Və ona görə də mən düşünürəm ki, zərbələr endiriləcək, lakin bu ilə də belə demək ki, bu İranı məğlub edəcək demək olmaz. Əmin müəllim, son olaraq sizin fikriniz, dəqiqə yarımımız Bu var. müharibə ABŞ-İran müharibəsi və ya İsrail belə bir müharibə deyil. Bu faktiki olaraq Prezident Trump'ın ABŞ-ın daxilində sistemli oyunçularla müharibəsidir. ABŞ-ın ənənəvi müttəfiqləri ilə olan ziddiyyətləri fonunda baş verən məsələdir və yalnız 3-cü layda İranla olan o ziddiyyətlər üzə çıxır. Və faktiki olaraq hal-hazırda biz görürük elə Pentagonda da demək quru əməliyyatlarına etiraz edən bütün generalları faktiki olaraq işdən çıxardırlar. Biz bunu görürük. ABŞ-ın daxilində çox ciddi mübarizə edir. Avropalı əməkdaşlarla nə olur? Bunu da biz görürük faktiki olaraq. Ona görə də burada bir frontda qalib, bir cəbhədə qalib çalacaqsa, digərlərini çalacaq. Məğlub olacaqsa, hamısından məğlub olacaq. Bax, belə bir paradoksaldır. Ona görə mən hesab edirəm ki, burada mümkündür ki, Prezident Trump'ın o bir qədər davranış manevrasını dəyişəndən sonra İrana qarşı daha koalisyon bir formada fəaliyyəti biz gələcəkdə görə bilərik. Hörmətli qonaqlar, proqramımıza ayrılan vaxt başa çatdı. Studiyamıza gəldiyinizə görə sizə təşəkkür edirəm. Əziz tamaşaçılar, məsələnin görünən tərəfi ondan ibarətdir ki, İran Birləşmiş Ştatlar müharibəsində hal-hazırda kritik saatlar davam edir və bu gecə səhər saat 4-də Bakı vaxtı ilə bu müharibənin bundan sonraki inkişafının necə olacağı məlum olacaq. Birləşmiş Ştatlar İrana sarsıcı zərbə və güclü zərbə endirərlərsə, müharibə daha da genişlənə bilər və bütün regionu ümumiyyətlə atəş içinə ata bilər. Hər halda məsələləri izləmək lazımdır və biz çox ümid edirik ki, bu müharibə tezliklə dayanacaq və bizim burada az əvvəl söylədiyimiz pessimist proqnozlar yerinə yetməyəcək. Bizə baxdığınıza görə təşəkkür edirəm. Çox sağ olun.